Yaşadığın həyata görə ana və atanı günahlandırmaq, ana və atanı qınamaq sadəcə səni uşaq versiyasında saxlayır. Sən indiki versiyanı, yəni yetişkinlik versiyanı keçid eləyib, əlinə məsuliyyəti alıb həyatını dəyişəcək gücə malik olmursan ki, sənə də sərf edir ki, şüuraltı mexanizmdə davamlı olaraq başqalarını günahlandırasan, qınayasan, tənqid edəsən, xüsusən də öz ananı, atanı və belə olaraq eyni həyatı yaşamağa davam edəsən. Amma başa düşməlisən ki, sənin valideynlərin bir zaman yaşadığı həyatın məsuliyyətlərini və yaşadığı həyatın düşüncə və duyğularını daşıyıblar. Onlar sənə bacara bildikləri ən yaxşı həyatı sunmağa çalışıblar. Bunu səni dünyaya gətirərək ediblər. Qəbul etsən də, etməsən də bu belədir. Sadəcə sən valideynlərini qəbul etməkdə ona görə çətinlik çəkirsən ki, eqon buna icazə vermir. Yaşadığın həyatla üzləşəsən, reallıqlarını qəbul edəsən. Çünki sən öz kimliyini qəbul etsən, burada yerlə yeksan olmuş olacaqsan. Məsələ bu yerdə həyat bizə nə deyir? Birinci valideynlərimizi qəbul etməkdən, qəbul etmək onların düz, haqlı olması mənasına gəlmir. Nə də ki, mən onunla münasibəti təzədən qurmalıyam mənasına da gəlmir. Qəbul etmək həqiqətən onların prizmasından baxıb empatiya qurmaq, anlamaq ki, onlar da hansı həyat missiyalarından keçib, necə valideynlərlə böyüyüb, necə psixoloji mühitdə olublar ki, indiki olan düşüncə və duyğuları bu etaba gəliblər və bunu da sənə ötürməyə çalışırlar. Bunu qəbul edəndə, aha, artıq yetişkin versiya yavaş-yavaş keçid baş verir və belə olan halda sən avtomatik olaraq öz həyat ssenarinin əlinə alıb yeni bir həyatın başlanğıcını qoya bilirsən. Artıq günahkar, qınamaq, tənqid axtarmırsan. Əslində sənə valideynlərindən nə qədər güc gəldiyini, valideynlərinin bu həyatda sənin üçün missiyaları səni özünə göstərmək olduqları, sən onları qəbullandığın andan etibarən özünü qəbullanmağı seçirsən, özünü qəbullanmağı seçəndə isə həyatını qəbullanmağı seçirsən, insanları qəbullanmağı seçirsən və belə olan halda artıq sən negativ nələrlənsə üzləşmirsən, həyatın qaydasına düşməyə çalışır. Təbii ki, bunlar elə-belə bir proses deyil. Belə bir proses olsaydı psixologiya olmazdı. Ona görə mütləq şəkildə öz üzərində davamlı seanslarla, davamlı vebinarlarla, davamlı psixoloji inkişaf proqramları ilə nə ki səni irəli çəkəcək, onlarla bir yerdə işləmək lazımdır ki, sən indiki həyat ssenarini dəyişə biləsən. Yəni, uşaq və yeniyetmə versiyanına birbaşa yetişkinlik versiyanına keçid eləyəsən və beynində qınaq, tənqid, günahlandırmaq olmasın. İndi sənə bir sual vermək istəyirəm. Hansı birimiz günahsızıq? Cavab verə bilərsən? Kim günahsızdır? Bu həyatda hər kəsin özünə görə günahları var. Yəni, unutma ki, günahkar olan tək valideynlərin deyildi, tək də sən deyilsən, tək də mən deyiləm, tək də başqası deyil. Hər kəsin bir günah payı var. Yəni, dərinə getsək. Ona görə elə indi məsuliyyət əlinə alırsan və öz üzərində işləməyə başlayırsan. Necə? İlk öncə təbii ki, YouTube-da yerləşdirdiyim ödənişsiz videolardan başlaya bilərsən, bu öz yerində. Amma hər ay keçirdiyim webinarlara qatıla bilərsən. Ödənişli, ödənişsiz fərqi yoxdur. Özünlə birbaşa bir psixoloqla işləyə bilərsən. Yəni, tənqid və qınaq insanı bir yerə qədər aparır. Ondan sonraki etap isə məhvə aparır, depressiya aparır, panik atakda aparır, təşviş pozuntusuna aparır, anksiyetəyə aparır, OKP-yə aparır, başqa psixoloji xəstəliklərə aparır. Kiçik görünən bir şeylər bizi nələrə aparır. Ola bilər ki, başa düşə bilmədin, çünki mən burada psixodinamik yanaşmadan danışdım, ailə modelindən danışdım, şuuraltı sxemlərdən danışdım. Bunları sadəcə işləmək lazımdır. Səni gözləyirəm.